Vətənimizin bütövlüyü və azadlığı naminə həyatını qurban verən, müqəddəs torpaqlarımızı qanı ilə qoruyaraq şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızdan biri də şəhid İqbal Aslanlıdır. O gənc yaşlarından vətənə sədaqət, xalqına sevgi və torpağa bağlılıq hissi ilə böyüyüb. Hər zaman vətənin müdafiəsinə hazır olan İqbal döyüş meydanında göstərdiyi rəşadəti və igidliyi ilə seçilib. İqbal uşaqlıq illərindən idmana, xüsusilə də güləşə böyük maraq göstərib. Kiçik yaşlarından başlayaraq daim səylə çalışıb və qısa müddətdə öz bacarığı, iradəsi və zəhməti sayəsində diqqət mərkəzində olub. Şəhidin atası İlqar Aslanlı qürur və kədər dolu bir hisslə deyir ki, İqbal uşaqlıqdan çox çevik, dözümlü və iradəli uşaq olub. Hərbi xidmət dövründə idmançı olduğuna görə, yaxşı göstəriciləri olduğuna görə onu kəşfiyyat bölüyünə götürdülər, kəşfiyyatçı kimi əsgərliyin çəkdi və 27 sentyabr 2020-ci ildə Cənab Prezidentin əmri ilə əks hücum əməliyyatına qoşuldu. 29-una kimi Suqovuşanacan irəliləmişdilər. Suqovuşanda şəhid oldu İqbal. Kəşfiyyatçı yoldaşları ilə bir yerdə, komandirləri ilə bir yerdə. Allah cəm şəhidlərimizi rəhmət eləsin, bizim İqbalımız da onun içərisində. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə göstərdiyi igidliyə görə İqbal Aslanlı, Prezident İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra vətən uğrunda cəsur döyüşçü və Suqovuşanın azad olunmasına görə medalları ilə təltif edilib.